Şübhə yoxdur ki, sərhədlərdə keşik çəkən əskərlərimiz, Allah onlara müvəffəqiyyət versin, Allah yolunda böyük bir cihad işi görürlər. Onlar Allahdan sonra İslamı və müsəlmanları qorumaq üçün canlarını və vaxtlarını sərf edir, özlərini təhlükəyə atırlar. Biz Allahdan onlar üçün yardım, müvəffəqiyyət və doğru yol diləyirik. Allahın öz köməyi və dəstəyi ilə onları qüvvətləndirməsini istəyirik. Onlar həqiqətən böyük bir iş görürlər və Allah yolunda ribat, yəni keşikçilik, sərhəd qoruma halındadılar. Hədisdə buyurulub, bir gün və bir gecə ribat etmək dünya və onun üçündəkilərdən daha xeyirlidir. Qoy bu əməllərində niyyətlərini sırf Allah üçün xalis etsinlər. Bu əməl ən fəzilətli əməllərdən biridir, bəlkə də ən fəzilətlisidir. Allahdan diləyirik ki, onlara yardım və müvəffəqiyyət versin, yaralılarına şəfa versin, vəfat edənlərinə rəhm etsin və sağ qalanlarına bu yolda davam etməyə güc versin. Onları bu mövqeyləri və bu əməlləri münasibəti ilə təbrik edir və Allahdan qəbul və yardım diləyirik. Allah Peyğəmbərimiz Mühəmmədə, onun ailəsinə və bütün səhabələrinə səlat və səlam göndərsin.